Salam, değerli informatika severler. Bir neçə gün öncə maraqlı bir sual paylaşmışdıq. Gəlin sualın izahına bircə baxaq. Sualın şərtində deyilirdi ki, aşağıdakı blok sxemi icrası nəticəsində ekrana 310 ədədi çap edilmişdir. N'in giriş qiymətini müəyyən edin. İlk öncə biz dövrlər dərsini öyrənməliyik, təbii ki, bu sualı həll etmək üçün və dövrün nə zaman bitəcəyini biz bilməliyik. Dövr nə zaman bitir? Dövr N kiçik bərabərdir S olduqda artıq yox qoluna gedir və dövr bitir. N və S-in qiymətləri də dövrün icrası zamanı dəyişdiyi üçün N ştrix çıxılsın 5K kiçik bərabərdir S ştrix üstə gəlsin 3K şərtini yazmalıyıq. Yəni N ştrix burada N-in başlanğıc qiyməti, S ştrix S-in başlanğıc qiyməti, K isə dövrlərin sayıdır. Bəs yaxşı 310-u nə zaman alıb? 310-u isə S bərabərdir. S üstəgəl N-də 310 qiymətini alıb. Yəni bu S 310-a bərabərdir. S üstəgəl N bərabər 310 yaza bilərik. Amma bu hansı S və N-dən gedir söhbət? Təbii ki, alqoritmin icrası zamanı dəyişmiş olan S və N-dən gedir söhbət. Çünki S-in və N-in başlanğıc qiyməti fərqlidir və icra zamanı isə N-dən 5 vahid çıxırıq, S-in üzərinə 3 vahid gəlirik. Deməli, S-in qiyməti nə olur? S ştrix üstə gəlinsin, S-in son qiyməti 3K olurdu. Yəni, burada yazmışdıq. Daha doğrusu S ştrix üstə gəl 3K. Üstə gəlsin N ştrix çıxılsın 5K bərabərdir 310-u görürük. S ştrixin qiymətinin 80 olduğunu, yəni başlanğıc qiymətinin 80 olduğu buradan məlumdur. Üstə gəlinsin N ştrix çıxılsın burada deməli 2K bərabərdir 310-a. İndi buradan N ştrix bərabərdir. 310-dan biz 80-i çıxanda 230 qalır. Deməli 230 üstə gəlinsin 2K yaza bilərik. İndi baxın, bu qiyməti N ştrixin qiymətidir. Gətirib burada yerinə yazıram. Yəni 230 çıxılsın, buradakı N ştrixin yerinə yazıram. Diqqətlə baxın. Üstə gəlinsin 2K, çıxılsın 5K, kiçik bərabər S ştrix. S-in başlanğıc qiyməti nədir? Bizdə 80-dir, bunu bilirik. 80 üstə gəlsin 3K-ya. İndi biz burada məlum məhsulları bir tərəfə yıxsaq, 2K çıxılsın 5K, çıxılsın 3K, kiçik bərabər 80 çıxılsın, deyək, 230-dan. Sonra 2K, 5K, mənfi 6K, kiçik bərabərdir. 80 çıxılsın 230. 230-dan da biz 80 çıxanda bizə 150 qalır. Mənfi 150. Bunların biz yerini dəyişsək, belə deyək ki, K böyük bərabərdir. Deməli, neçə olur? 150-ni biz bölməliyik 6-ya. Burada 25 qiymətini alırıq. 25. Deməli, K neçə imiş? K 25 imiş. Gətirib burada K-nın qiymətini yerinə yazsaq. N ştrix bərabərdir. 230 üstə gəl 2 vurulsun 25 bərabərdir. 230 üstə gəlinsin 50. Bu da bərabərdir. 280. Deməli, N ştrix, yəni N-in ilkin qiyməti nə imiş? 280. Belə maraqlı suallardan xəbərdar olmaq üçün abunə olmağı, şərh yazmağı, bəyənməyi unutmuruq. Sağ olun. Gələn sualın izahında görüşərik.